Salam. İndi yemək yeyəcəyik, reaksiyalarına baxacağıq. Özü bahalı yeməklər. Təqribi deyim də nə qədər xərcim çıxıb. 50-70 dollar arası. İlk olaraq biz başlayırıq lobsterdən. Kimləri bizə göstərmirlər. Niyə? Niye? Ayo! Mən xoşlayıram. Bu qəşəngdir. Sən məncə bacarırsan bu işləri. Görsən? Nam yotdu qaqa. Sən yemisən? Terbiyesiz. Bizə yeməyən adam lazımdır bunu. Mən heç bir dəniz məhsulunu yeyə bilmirəm. Onda saçımı düzəldim. Şirvan qayçısına keçməyəm. Bacararsan? Allah buna da. Bu dərəcədə. Buna buna. Lap Belə deyil axı. Krevetkadır da, abartdın. Yaxşıdır. Yeyirsən çıxır. Kokos deyil əbr ağzımda. Kokosun ət Ya. yeyirəm. Parçalayırlar ya bunları. Yemək lazımdır. Hayradan əlinə bax. Hindistanlı aşpaz əlinə oxşayır. Qayçısı var da. Belə Düzdür, kəsməliyik o belə. Evdə pişmir. Ortasından yeyir. Bunun içində ət var, çıxardım mən. İğrənirdim vəbşi bundan sonra iğrəndim. Niyə nə olub o da tərtəmiz əllərim var. Yeməli nəsə var. Deyin ha, təmizliyib bax qoyuram bura. Təmizdir. Bunlar yeyiləsin. Deyirəm də onun qayçısı olmalıdır, ondan Bax, iyisi kəsirsən. çox bərbad. Yox, Ya, var da üstdəki sos. Uf. Nəyinsə dadını alıram bundan. Amma nədir bilmirəm. Balansını var yoxmu yəni? 0. 10. Nə sıfır? On da olur. Dadlıdır. Bu için yaxşı təmizləmişdi. Aldığımız yer yaxşı deyil, amma Bəli. ümumiyyətlə çox bombadır. Bir də çiğ pişiriblər. Yaman şeydir bu. Adam kimi yemədi. Başqa yemək gəlsin. 10 üzərindən neçə xal verirsən? Mən 7 verirəm. Çünki çox da yaxşı bişməmişdi deyə. İçin yaxşı təmizləmişdilər deyə. Belə amma ümumiyyətlə dad olaraq okeydir. Mən dəniz məhsulları sevirəm. Mən 7.5 verirəm. Yaxşı pişsəydi 10 verərdim. Mən 6 verirəm. Yəni normal yeməlidir, o qədər iyrənc deyil. Sadəcə yeməli istəsən azdır. Məsələn, qiymətinə baxanda deyirsən ki, buradan da çox bir şey yeyəcəm, amma bu qədər əti var. 0. 50 manatı bu boyda tikiyə verdiyimə. Maqnasda dağdardıq. Maqnasda da kababsın. Bildiyin çörəkdir də. Məncə çörəyin içində nəsə var. Qorxuram. Yox da adi çörəkdir də bildiyin. Az almışıq, ha, çörəklə yeyəcəyik. Ona maddi yardım göstərirəm. Burada çörək yeyim çünki mən burada işlə yeməyəcəm. Gəlmisən ha bu arada. Ayağım qırılandan sonra idmanı dayandırdım. Ayağım qırılandan sonra. Bəyənəcəksən. Asminat. Nə idi bu Asminat? Bu şorabasıdır. Asminat balları. Təşəkkürlər. Bu nədir ya? Dostlar, dadlı da yalan deyil, artist deyil. Vallahi artistlik eləmirəm. Nə bilim, iştahım çəkmir də bunu. Çörəyin arasına qoyub yesəm olar. Bunun bazar storda, turşularda satılır, çox dadlı olur. Mən bunu biraz qızarmış yemişəm, o daha dadlı idi. Görsən bunun 1, 2, 3, 4, 5, 8 dənə ayaqdır, birisi də biri ayaq deyil. Hansıdır o? Yemeği. O bilə bilirik necəsə. Biri yeyilməməlidir. Yox, Biri ayaq deyil də. Bir şey də. Ürəyim qalxır. Gözlerim açılmır. 0. Balıq. Gəl. Balıqla nə? Ağzıma silib nə verirsən mən? Yox, ayaqlarından yeyəcəm. Təpəsindən. Niyə? Başın dişdə də. Necədir? Qəşəngdir. Çili sos var, çili sos da hər şey dadlıdır. Mən yemişəm, daha böyüyünü yemişəm. İspaniya qalanda ayaqlarının birini belə kəsmişdilər. O daha yağlı idi, bu okeydir. Sos falan qəşəng. Bu cılız da balasıdır. Hayda, balasını yeyirik. Balası da dadlıyım. Balıq yeyən adam yeyər bunu. Məncə də. Mənim başlığım qoyulub mal ətiyinə. İndi də dəyişə bilmirəm də. Haralıydın sən? Beyləqanlı. Yadıma Mən necə balıq? Salyandan deyiləm, Neftçaladan deyiləm. Mən Beyləqanlıyam. mən də Mən balıq Bakılıyam ətinə olsun. marağım yoxdur. Bu benim subjektif fikrimdir. Okey ya. Niyə ötüşdün? Niyə gezdiydin? Niyə belə şey elədin? Həz almaq lazımdır. İyisi çox pis. Allah haqqı. tut sonra. Düz deyə belə elə. Sən Allah belə elə. Mən onu... Ağzını aç, ağzını aç. Ne olur bir damcı yaş çıkart da gözünden. Bırax da bırax bırax. Yeyəcəm. Dirəşi bey. Bax, onun iyisi gələndə, mənim zaten bütün orqanlarım Məncə sənə vuran çili sosudur. Çünki ondan iyi gəlmir Yox, çili sosu. yaxşı ki, çili sosu ilə eləyiblər. Sənə deyim, azıq... Ya, gəncliyimə getdi. Gənclik Mall alış-veriş mərkəzinin yanında ya. Bir sənə tam verir, indi hiss elədim bunu. Kənd çolpası kimi yeyib, orijinal kənd çolpası.
Kənd çorbasının dadı verir. Bundan sonraki daha çox gözləyirəm belə. O bursu nədir ya? Onun neçə müddəti yemək istəyirəm. Ya, suda yaşayanları yirik biz. Suda yaşayır. Onu quruda da yaşayır. Uspağa. Yazıqdır axı. Asimanın balası yazıq deyildi. Nə bilim. Bir anlıq ana olduğumu. Hazırsınız? Hə, nədir o? Qurbağa. Nə qəşəng. Neçə vaxt mən bunu yemək istəyirəm. Yemisən mi? Yo, mən yox. Qəşəng ye. Qurbağa həmişə mənə maraqlı olub. Bunu yeyəcəm bir şey. Məncə dadlıdır, toyuq ətinə oxşuyur. dəniz məhsulu heç bir dəxlisi yox. Doğrudan? Qurbağamızın stoykası biraz qaçıb. Amma ləzgin qoy. Gömdü ye. Qəşəngdir. Gedər. İlk toyuq dəniz əti. məhsuludur ki, xoşlayıram. İradəyə ləzzət ver. Bazar ıstatsan. Nə yeyir? İnsan əti. Toyuq dadı be. Zor. Çili sosu hər şeyin dadını Aa, öldürür. bu yaxşına xal vermədi bu arada. Amma bəyəndiniz də bu yaxşı. Aslında o qəşəng idi. Əylənir. Amma fikirləşən ki, qurbağa yeyirsən, bəs qəribədir. Doğrudan. Heç də deyil. Əslində o Fikirləşən də. Fikirləşmədən. Deyirlər ki, bəs toyuq dənlənəndə hətta öz nəfsini də bəzən dənləyir. Ona görə də o daha kirlidir. Amma qurbağa daim suda yaşadığı üçün daha təmiz heyvan sayılır. Toyuğa falan nisbətən. Qurbağaya 10 üzərindən 10. Məncə 10 üzərindən 10. Qurbağa zor. Yəni kimi yediyim ən normal tutumlu Amma bir şey. belə qəşəng qurbağa. hə yediklərimin Toyuq içərisindən əti də, yəni qəşəng. qızarmış toyuq. O lobster vapşo deyil də. Lobster. 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 Amma bunu da gərək kimsə ayıqlaya verə də sənə. Çünki çox iyrəncdir. Sousuna görədir məncə. Qurbağa Ha, qəşəngdir. qurbağa çox dadlı. Birinci dəfə yeyirdim. Amma daha belə böyük qurbağa olsaydı, əti çox olan. Doymadıq qurbağa. deyə 10 vermirsən. Hə, doymadım deyə 10 vermirəm. Belə 9. Amma dadına görə mən 10 verə bilirəm. Çünki Qurbağa yeyin. heç olmasa bir 10 dənə olsun ki, gərək birdən qələsin də. Nə deyim? Video başlamamışdan və $70 xərc qoymuşam. Budur. Allah budur. Heç nə dostlar. Əyləncə konsepti. Hələlik.